Bura baxın, Harun Rəşid. Gəlsənə maskanı çıxarasız. Ne için gözünüze maskalı görünürəm? Çünki sizin davranışınız müəmmalıdır çox. Anlaşılmazdır. Məsələn, nə? Başdan ayağa müəmmasız. Bacarmadığınız işdən yapışdınız. Ona görə də bir şey gəlmədi əlinizdən. Sonra məlum oldu ki, gözəl mütəxəssisiz, amma tamamilə başqa sahədə. Bağımızda bir həftə sərasər əlləşdiniz, hər şeyi düzəltdiniz. Özü də soruşmadınız ki, biz razıyıq ya yox. Qısası dedim də, müəmmasız başdan ayağa. Aça bilərsiniz bu müəmmanı? İçən adama heç oxşamırsınız. Düzü başa çamıram. Amma burada neysə, bir sir var. Heç bir sir filan yoxdur. Evdə 5 başım var. Göz açıb yumunca boya başa çatdılar. Dua eləmək lazımdır. Dua eləmək üçün cehiz gərəkdir. Cehiz üçün də pul. Deməli, əlavə xərc. Maraqlıdır. Çox mu qazanmışsınız bu yolla? Hələ ki yox. Bizdən yəqin ki, xeyli alacaqsınız. Atam deyir, çox iş görmüşsünüz bizim bağda. Əgər bu cərcəyə zəhvalatı olmasaydı, pulsuz da işlərdim. Həqiqdən belədir. Siz iki əldən də solaxay deyilmişsiniz. Kinoya, teatra gedirsiniz heç? Hərdən? Nəsə vaxt olmur. Kiçik bacınızın neçə yaşı var? 12. Niyə soruşursunuz ki? Buna görə ki, kiçik bacınıza toylayanda 40 yaşınız olacaq. Bəlkə də çox. Neynəmək olar? Hərəninki bir cür gətirir. Bura baxın. Kinoya 2 biletim var. Rəfiqəm vədə xilaf çıxdı. Kim istəsəniz dəvət eləyin. Yaxşı filmdir. Siz özünüz getməzdiniz məndən?